emosional tükənmişlik nədir? İnsanlarda zaman-zaman biz qarşımızda bir çox insanlar var ki, bu cür vəziyyətə düşürlər. Bu hansı amillərdən yaranır? Necə özlərini xilas edə bilərlər? Təbii ki, daha ciddi bir hal aldıqda mütəxəssis dəstəyi də burada vacib hal alır. Bu insanların özündə də, yəni ən çox iş həyatında yox deyə bilməyən insanlarda olur. İş həyatında dediyim kimi bu problemlərlə üzləşirsə də, bunları yorğunluq, əvryan pozulması, desək depressiv hallar yaşamağa başlayır. Amma bu depressiv hallar bunun sırf digər həyat tərzində özünü büruzə vermir, sırf iş həyatında verir. Daha çox o işdə olan təzyiqlərlə, işdən daha da yayınmağa başlaması, yenə işə gedəcəm, yenə bu hallarla rastlaşacağam, yenə bu qayğılarla rastlaşacağam, yenə mən öz fikrimi bildirə bilməyəcəm, yəni bir haqsız duruma düşəcəm, yaxud da ki, hər kəsin işinə yarayır, öz işi qalır. Rəhbərlik də bu işləri baxarkən öz işini təqdim etmədiyinə görə bundan da narazı qalırlar. Öz mövqeyində ortalığa qoya bilmədikləri üçün çox sıxıntılı keçirirlər. Bunların hamısı, belə desək, o tükənmişliyə gətirib çıxardır. Sırf işlə bağlı olan, yəni situasiya ilə bağlı olan tükənmişliklərdir bunlar.